Əsmaullahi Teala qad bəlağat minəl husni qayətəhu. Deməli, Allahın isimləri, yəni kamillikdə ən son dərəcədədir. Və lillahil əsmaul husnə fəd'uhu biha. Yəni bu etiqad əhlüsünnə ki, Allahın əziz sifəti var. Nə deməkdir Allahın əziz sifəti? İzzətli, qüdrətli. Həkim nədir? Hikmətli. Hikmətli, yəni işləri ən dəqiq, ən incəliklə yerinə yetirən Allah Azze və Cəllə, ən itqanla yerinə yetirən həkim. Və həmçinin latif. Nə demək latif? Latif ən dəqiq, xırda, ən gizli işlərdən xəbəri olan. Xabir nədir? Xəbərdar olan. Nələrdən xəbər? Gizlində olanlardan xəbər olan. Alim nədir? Alim. Hər şeyi bilən. Alim hər şeyi bilən. Deməli, bu adlar ən kamillik dərəcəsindədir. Bu adlar ən kamillik dərəcəsindədir. Yəni, alim elə bir şey yoxdur ki, onu bilməsin. Alim elə bir şey yoxdur ki, onu bilməsin. Xabir gizlində elə bir şey yoxdur ki, ondan xəbəri olmaz. Latif ən dəqiq, ən gizlində olan şeylərin heç biri ondan nə qalmır? Lə yaxfə aleyhi şeyun. Ona heç nə gizlin qala bilməz. Ona heç bir şey gizlin qala bilməz. Deməli, bu adlarda, bu sifətlərdə Allah Azze və Cəllə ən kamil şəkildədir. Hətta insanların ağlına gələcək dərəcədə deyil. Allah Azze və Cəllənin kamilliyi. Yaxşı. Deməli, bax, burada biz nə fayda əldə edirik? Əgər Allah Azze və Cəllə qüdrətində ən kamil şəkildədirsə, Allahın qüdrəti qarşısında heç bir qüdrət sahibi ola bilməz. Onda biz bir çətinə düşəndə qadir, qüdrətli olan Allaha yalvarırıq. O kamilliklə yalvarmaq lazım Allaha. Demək lazım ki, ey Rəbbim, sənin qüdrətin ən kamil şəkildədir. Sənin izzətin ən kamil şəkildədir.